Bismillahirrahmanirrahim. Həmd və şükür olsun aləmlərin Rəbbinə və onun salavatı və salamı olsun Peyğəmbərinə və Peyğəmbərinin əhl-i beytinə. Biz İmam Zeynəl Abidin əleyhissalam 4-cü imamımızın Məkarimül Əxlaq duasının tərcümə və təfsirindəyik. Gəldik, yetişdik bu cümləyə ki, imam buyurur: İlahi və a'nini və avsi' aleyyə fi rizqik və a'nini, İlahi məni qəni etkinən, məni ehtiyatsız etkinən, məni kiməsə möhtac etmə. Və avsi' aleyyə fi rizqik, və rizqi və ruzuvu mənə geniş etkinən. Və avsi' aleyyə fi rizqik, ruzuvu mənə geniş etkinən. Ruzu dalıca getmək, ruzu qazanmaq, belə ki, hədisin zahirindən məlum olur ki, Allahdan istəmək və ruzunu genişləndirmək, bunlar çox yaxşıdır və heç bir eyibli, nöqsanlı bir iş deyil. Düzdür, imam ruzu deyəndə mənəvi şeylər nəzərdə tutur. İmam üçün maddi şeyləri Allahdan istəməz, amma sözün zahiri bizə hüccətdir. Zahir budur ki, imam ruzu istəyir Allahdan və ehtiyatsız olmağını istəyir. İnsan ki, hədislərdə bizə çatıb, çalışa, özünün və ailəsinin vüsətin və yaşamağın təmin eləyə. Amma mümkün olmadı. Əgər qərar oldu ki, Allah buna az ruzu ilə istəyir, imtihan eləsin, qane olmasın istəyir, gərək insan kifayət eləsin az ruzuya və Allaha şükür eləsin. Elə ki, Abdullah ibn Məsud və əlavə 4 nəfər, bu 5 nəfər Peyğəmbər sahabələri bir günü Peyğəmbərin xidmətinə yetişdilər. Buyurdular ki, ya Rasulallah, ey Allahın Peyğəmbəri, biz neçə gündür acıq. Nəql olunur ki, 4 aydır bunlar fəqət süd, su və ağac yarpağından qidalanırdılar. Dedilər, ya Rasulallah, nə qədər vaxtı biz su ilə, südlə və ağac yarpağı ilə qidalanırıq. Allahdan istəginən Allah bizə vəziyyətimizi düzəltsin. Peyğəmbər Əkrəm ərz elədi, buyurdu ki, la təzalunə fiha qışdum. Nə qədər ki yaşayırsınız, bu halınız zail olmayacaq. Nə qədər ki yaşayırsınız, siz elə fəqr içində olacaqsınız. Fə əhdəsullah şükrən, Allaha şükür edin. Nə qədər yaşayırsınız, Allahın ruzusuna şükür edin və onun azlığından narazılıq etməyin. Allaha şükür edin. Fəinni qira'tu kitabullah. Mən Allahın kitabında oxumuşam, yəni Qur'an-ı Kərimdə. Əlləzi unzilə aləyyə, hansı ki o Qur'an-ı ki mənə nazil olub. Və alə mən kanə qəbli, və o kitablar ki məndən qabaqdakı peyğəmbərlərə nazil olub. Fəma vəcəddu mən yedxununəl cənnə, cənnətə daxil olanlardan tapmamışam bir şəxs ki, illə sabirun, məgər ki səbr edənlər. Mənə nazil olan Qur'anda, başqa kitablarda, Tövratda, İncildə, Zəburda, bunların hamısında fəqət bir şey tapdım. Nəyi tapdım? Cənnətdə gedənlərin hamısı səbr edənlərdir. Və səbr edin. Səbr edin bu dünyanın acılığına, bu dünyanın susuzluğuna və bununla axirətin susuzluğun və axirətin acılığını dərk edəsiniz. Əgər Allah bu cür məsləhət bilibdir ki, sən az ruzu ilə qənaətlənəsən, gərək az ruzu ilə qənaətlənəsən. Biz hər gün qunutda bu duanı oxuyuruq. Rəbbənə atina fid-dünya həsənə və fil-axirəti həsənə. İlahi, mənə dünya ver, amma necə dünya? Gözəl dünya. Yəni, ilahi ola bilər ki, dünya mən istəyərəm, bəli, o dünya mənim xeyrimə deyil bəzən. Yox, elə dünya istəyirəm,
O miqdarda dünya istəyirəm ki, o gözəldir və məni gözəl halda saxlayar, sənə üsyan edən etməz. Bəzən görsən, insan Allahdan bir dünyanı istəyir və bilmir ki, onun ona nə qədər zərəri var, nə qədər onu fəsada aparar. Amma Allah ki, bizim Allahımızdır, əvvəl və axırı biləndir və bizim o istəkimizlə bizim halımızı bilir, bəzən məsləhət bilmir bizə. Odur ki, bəndə gərək Allaha şükr eləyə və Allahın məsləhəti ilə razılana. Bir kişi Peyğəmbər Əkrəmin səhabələrindən hər gün sübh namazına hamıdan qabaq gələrdi. Günorta namazını, sübh namazını, axşam namazını Peyğəmbər Əkrəmlə qılardı. Fəqir bir kişi idi. Bir gün dedi, ya Rəsulallah, səndən bir xahişim var. Nədir xahişin? Ya Rəsulallah, dua eləginən, Allahdan istəginən, Allah məni qəni etsin, Allah məni varlı etsin. Peyğəmbər Əkrəm dedi ki, məsləhət budur ki, sən fəqir olasan, bu sənin məsləhətindir. Allah bunu sənə məsləhət bilib və sən Allaha şükr elə və bu halından razı ol. Dedi, ya Rəsulallah, mən istəyirəm axı, yaxşı yaşayam, mən yenə şükr edərəm, mən yolumu azmaram. Peyğəmbər Əkrəm buyurdu ki, qorxuram, məsiyyətkar olasan, öz yolundan çıxasan. Buyurdu ki, mən sənə söz verirəm, çıxmaram, sən dua ilə Allahdan istə. Peyğəmbər Əkrəm əlini qaldırdı, dedi, ilahi verginən, səndən mal, dövlət, dünya istəyir bu kişi verginən. Kişinin bir dənə qoyunu var idi, o qoyun ekiz doğdu. Onun balaları da ekiz doğdu, bu balalar da ekiz doğdu. Belə, bir iki il müddətində kişinin həyat bazası malqarı ilə doldu. Ta bunu şəhərdə saxlaya bilmədi. Mədinədən çıxdı, getdi, səhrada, kənarda özünə tövlələr tikdi filan. Orada çobanlar tutdu. O qədər indi malqarası qoyunu çoxdur, sayın hesabını bilmir. Peyğəmbər Əkrəm soruşdu, bu bir nəfər vardı, hardadır o? Hər gün namaza gələrdi, bütün namazlarda. Bir müddətdən sonra gündə bir dəfə, sonra həftədə bir dəfə, sonra ayda bir dəfə, şimdi illərlə də gəlmir. Hardadır o kişi? Deyirlər, ya Rasulallah, gedibdi, səhrada malqara saxlayır. Peyğəmbər dedi, gedin ona deyin, malqarasının zəkatını versin, qoyunlarının zəkatını versin. Gəldilər, Peyğəmbərin sifarişini ərz elədilər ki, Peyğəmbər buyurur ki, malqaranın zəkatını verginən. Buyurdu ki, Peyğəmbər mənlə günün altında gəlib burada qoyun otarıbdır, məndən zəkat istəyir. Bilirsən nə qədər çətindir malqaraya baxmaq. Vermədi. Gəllər dedilər ki, ya Rasulallah, bəs o kişi belə dedi. Ondan Peyğəmbər Əkrəm əlin qaldı, dedi, ilahi, al ginən. Ver dedim, verdin, ilahində istəyirəm, alasan. Tüm malqara buna zərər elədi, bunun axirətinə zərər eləyir. Allah istəsə alsın, necədən işdir ki? Allahdır bərəkət verən, Allahdır bərəkəti səlb edən. Bir nəfər gəldi, İmam Sadiq əleyhissalamın xidmətinə. İmam Sadiq buyurdu ki, bəs xumus verin, malınız 70 dəfə bərəkətlənsin, yəni artsın. Dedi, ya Rasulallah, Peyğəmbərin övladı, axı bu əqlə batmır. Dedi, necə bə? Dedi, ya Rasulallah, axı xumus verirəm, malımın 1/5-ni Allah yolunda verirəm, malım azalır axı, 1000 manat idi, olur 800 manat, necə bərəkətlənər? İmam gözəl bir misal vardı. İmam buyurdu ki, yer üzündə ki, bu iki canlı ki yaşayır, biri qoyundur, biri itdir. İt çox bala verir ildə, yoxsa qoyun? Buyurdu ki, it çox bala verir, 8, 10, 12 bala verir it. Amma qoyun, yaxçız qoyun olsa, 2 dənə bala verər. Uzağı ildə 4 dənə bala verər. Ondan İmam buyurdu ki, qoyunu
çox kəsirlər, yeyirlər, öldürürlər, yoxsa iti, budur ki, qoyunu çox öldürürlər, ətini yeyirlər, kəsirlər, ətini yeyirlər. Buyurdu ki, indi bax ki, iti kəsmirlər, yemirlər, qoyunu yeyirlər. İtin artımı çoxdur, qoyunun artımı azdır itə nisbətən. Amma yer üzündə qoyun çoxdur, yoxsa it çoxdur. Allah qoyuna bərəkət verib, itə bərəkət verməyib. Ona görə də yer üzündə qoyun çoxdur, it azdır. Allah bu kişinin mal-qarasının bərəkətini kəsdi. Gün azaldı. Həmin öyle bir dənə qoyunu qaldı. Ondan qayıtdı, gəldi evinə. Bir gün Peyğəmbər sübh namazına gələndə gördü, birinci səhvdə elə bu kişi dayanıbdı, yenə də. Peyğəmbər Əkrəm bilirdi ki, ona mal, dövlət zərər eləyər. Bəzən bizlər bilmirik. Allahdan bir şeylər istəyirik və Allah onun əvəzində bizə məsləhət bilmir və istədiyimiz şeyi vermir. Məsləhət deyil deyə bizə verməyib. Hədisdə var ki, insan əməl dəftərinə sızacaq, görəcək ki, Allah bunun bəzi duaların məsləhət olmayıb, qəbul eləməyib. Amma qəbul eləmədiyinə görə buna o qədər həsənə verib. Ondan insan deyəcək, mömin deyəcək, ey kaş o dünyada, yəni bu dünyada Allah mənim heç duamı qəbul eləməyəydi. Çünki qəbul eləmədiyi duanın əvəzini çox yaxşı verir. Dua hər an yaxşıdır. Allah ona məsləhət bilər, qəbul eləyər, məsləhət bilməz, qəbul eləməz. Qəbul eləyər, çox gözəl, qəbul eləməz, ondan da gözəl. O da sənin xeyrivədir. Buyurur ki, əğnini və əvsiyə. Onlar ki, ərəb dili bilirlər, belə nəzərə gəlməsin ki, ə'tini amdır. Amdan sonra xas zikr eləməzlər, ümumidən sonra xüsusi gətirməzlər. Bəzən də gətirərlər, ətfi təfsir eləyərlər. Amma belə cümlələr imamın cümləsindən uzaqdır. İmam belə sadə cümlələrlə işləmir, sadə cümlələrlə dua eləmir. Bunların hərəsi bir mənadır. Əğnini, məni ehtiyatsız et. Yəni, axirət azuqənni. Elə hazırlayım ki, mən ehtiyatsız olum, varlanım. Axirətdə kiməsə ehtiyacım olmasın. İkinci isə bu dünyada. Və avsir ələyyə fi rizqik. Rozumu çoxalt ki. Ondan bir nöqtə də var, avsi siğəsi. Avsi ələyyə. Buyurmadı, vassi. Buyurur, avsi. Yəni, vüsət verginən, genişləndirginən mənim rozumu. Necə? Ələyyə. Burada cümlənin quruluşuna görə avsi min rizqik gözəl olardı. Amma bundan gözəl ələyyə, ələyyə insanın ziyanında işlənənlər. Ləəcli, yəni onun xeyrinə. Əleyhi, yəni onun ziyanına. Fəqət bu məna ilə bu cümlə düzələr ki, avsi ələyyə. İmam bu cür təsəvvürü yaradır ki, ruzunu göydən nazil olan bir bərəkətə bənzədir və buyurur ki, ilahi, göydən ruzumu mənə nazil etkinən. Ələyyəni yuxarıdan aşağı nazil et, göydən. Və avsi ələyyə fi rizqik. Demədi min rizqik. Onlar ki, ərəb dili bilirlər, min rizqik də desəydi olardı. Amma min rizqik deməklə heç bir fərq olmazdı. Mini ya bəyan edir ki, nəyin nazil etmənə, ya da ki, bir qisməti bildirir. Yəni, mənanı ikinci bir dəyişiklik olmur. Yəni, olması ilə olmasının heç bir fərq olmur təqribən. Amma fi, burada yeni bir məna gətirir. Fi rizqik. Fi rizqik, yəni, ilahi, ruzunu bənzədir bir dənə qaba. Mənim ruzumu çoxalt kinə. Necə çoxalt? O qabı doldur kinə. Bəs ruzunun azı da xeyirlidir, çoxu da xeyirlidir. Hədisdə var, Peyğəmbər Əkrəmdən buyurur, biz Ali Muhammed üçün az
xeyirli olan çox xeyirsizdən xeyirlidir. Allahümmə ərzik Muhammədən və ali Muhamməd. İlahi, Muhammed və ali Muhammedin ruzusu kəfa qədər ver. Kəfa yəni o qədər ki ehtiyacı var, o qədər ki kifayət edər. O qədər ki kifayət edər. İmam buyurur, və avsi ələyyə rizqi. Yəni mənim kifayətim qədər mənim rızqımı ver. Nəinki vassi'. Əgər vassi' desəydi, yəni mənim ruzumu çox-çox bol elə. İmam buyurur, avsi'. Çox bol eləmə ki mənə zərəri dəysin. O qədər ki mənə kifayət edər. İnşallah bəhsin davamı bu cür olacaq ki, ruzu ki biz Allahdan istəyirik, bu ruzun nə cür istəyək və ruzu qazanmaq ki hədislərdə var ki bizi Əhl-i Beyt əleyhissalam təşviq eləyirlər, ruzu dalınca gedək və bu yolda dünyasını dəyişən şəhid dünyadan gedər və vacibdir insan öz ailəsinin ruzunu təmin edə və müstəhəbbidir genişləndirə. İnşallah bu barədə davam edəcəyik. Əssalamu aleykum və rəhmətullah və bərəkət.